olsun. Bugün Quba Qəçrəşdəyik və burada bir honey house var, bal evi. Dedim buradan sizə də ballardan da göstəreyim. İçərisində müxtəlif hədiyyəlik məhsullar var, onları da göstəreyim. Balın min bir halı var burada. Təsəvvür edeyim, balla qozun, fıstığın belə müxtəlif qarışımları var. Hər biri də satışdadır. Qiymətləri də münasibdir və ən əsası balları da deyilənə görə çox keyfiyyətlidir.